Bir gün düz açmışsam, yorğun oluram. Nefes borusuma gitti ha. Üçcə dənə ispaatını almışam, dəst. Durum onu deyiləm. Gölmə yaraşıb, rəhlərini şey eləyib, bir xanım var ondan. Yağış yağır, yuxarı, üstündə yağış nəyəsiz. Fanta ilə bir ürəyim işləyir. Ne yüzüm katıl et. İçinden rahmet duyuyor. Mənim yemiş yedişim belədir. Ağır tutsam. O zaman ne güzel diye. Ağız. Saat 6'da şirinçanın pendiri yemişim. Akşam saat tarafı 6'da. Ve ben elə bir dəfə yağlamışam ki, bir dəfə yemək yiyeyim. Bəs ikincini yemeyeyim ben yazı. Cəmat üçün yiyirək. Prosto canlı da yiyirəm mən. Canlısız ləzzət eləmiş. Elə biləm tek ondadır. Söhbətsiz deyiləm lan başımdadır. Nazıram çox sağ. Çəngəni yiyənmərəm. Onda elə biləm ki, yemək yemirəm. Bu ki, belə çörəyə batırdım. Batırmadım. Belə boş qabı sıvırıb ağzına qoymadım. Əlini də atırıb o xiyarın qabın içindən xiyarı götürüb pomidorla bərabər ağzına qoymadım. O nədə doluracaq? Yoxsa Fransa xanımları kimi çəngəlim. Hiç bilmirsən nə yiyirsən. Belə sıvırıb qoymadın ağzına, onda nə tad olur? Ağzınızın dadını bilmirsiniz. Özün pişirmişsən? Yox, Göyərçin xanım pişirib. Yox, çörək var, deyil ha. Bir qaldı. Bu bir dənə katetin bir çörək tutarmalıyam. Sonra kafama onu qoymuşam. Hintə yox, kəsmişdim ya, ucunu yiyənmədim. Durum onu döşündən gətirim. Domuz kimi bir salat yedim. Ben bunu nəyə doğramışım? Yeməyə.
Dadı pişmişim. Ağzınıza giren yazmıyor. Yazsın da tamam. Babaş batırıp yiyir. Moderatorlarım orada. Pis yazan görəcəm, siz sizə pulluyu verin. Kişilik yoxdur heç olmasa mədən. Niyə kişiliğim yoxdur ki? Muskuluma bax. Şuu. Kişiliğim yoxdur. Ne oldu benim aha? Dağlı Hacı, hoş gəlmişsən. Bu puya bax da. Baxaram, əlim yağ. Deyimə, əlim yağlıdır, qoy baxacağım. Pərvin xanım, çox sağ ol. Bunu sosyalmedyadan sonra mesaj yazmışam, baxarsan. Telefona indi baxma, nədə burada oxu. Nə yazmışam görəm, ay bir gecə. Dişini düzeltdin, yol dişim dünən qırıldı. Ördək yeyəndə. Olan qalan arxında bilən dişim vardı da getdi. Ta önce mənim dişlərim protezliydi. Vallahi protez koydular şimdi. Yavaş işte lan. Nağar hamısı dolu ağzıma. Məhvdən xoş gəldin, necəsən? Məhvdən ördək göndərirlər mənə. Bir belə bir xoruz səninkindən nə boyda qıpqırmızı. Elə bir dənə öküz girib qapıya. O boyda ördək olar, 2 aylıq özdə. Qırmızıdır. Sağ ol Hacı, çok sağ ol kardeşim. Kurtardı da. Şükür Allah. Sen hoş karnınlarda durayım. Sen olmayanlarda bir tatlı pişirmiştim Allah hakkı. Söyleyin ama bir tatlıydı neter. Allah hamdolsun. 5 parmağımın 5'ine saldım ağzıma çıkarttım. O kadar iyi de tatlı pişirmiştim. Her şey katmışım içine. Durun bitcədənə də durmuşun gətirin döşün yiyeyim. Döş hissəsi. Hint yoğun. O gün pişirdim yiyəmədim. Döş qal, döş deyişdən yiyeyim. Hint yoğu yoxdur. O döşündən qalmışdı. Qalandı itə verəcəm. İyi gəlirdi gəlməyinə amma gündə... Yerişim, ne olur yerişime? Cəmaat mənim yerişimdən danışır. Deyirlər o, TikTok'da bir köçü olan var ya, TikToker babaş, onun kimi ne olur yeriyəyim. Cəmaat gedir, müəllimdən ders almışı babaş kimi yeriyim. Peşəmə də deyil, qabar giderim. Ne koydum şu tam celleyle bir kazan pişmişim o buynuzlu çolpalardan yok da Hint yoğu. Yok yedim şaha bəslə. Tam geldi.